Salam kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən qaldığımız yerdən davam edirik. Təbii ki, biz Zeybək qızı əsərində qalmışdıq. Zeybək qızı əsərini oxuduq, təhlil etdik, düzdürmü? İndi isə həmən əsərə aid olan tapşırıqlar üzərində, izahlar üzərində işləyirik. İlk öncə sizdən xahiş eləyəcəm ki, kanala abunə olmağı, dəstək olmağı, paylaşmağı, əgər videolarımızı bəyənirsinizsə, izahlarımız xoşunuza gəlirsə, təbii ki, bəyənməyi sizdən və paylaşmağı sizdən rica edəcəm. Başlayırıq. Zeybək qızını oxuduq. İlk öncə bu əsər haqqında sizə qısa bir məlumat verim ki, yəni xatırladım ki, kim idi Zeybəklər yadınızda qalsın, çıxıbsa yadınızdan. Zeybəklər bilirik ki, Türkiyənin müxtəlif vilayətlərində yaşayan qadınlar idilər, onlar qadınlar idi və o qadınlar igidlikdə ad-san çıxarmışdılar. Onların yəni igidliyi, onların istər ön cəbhədə, istər arxa cəbhədə gördükləri işlər deməli öz güclərindən baxırıq ki, qadın incəliyindən deməli artıq işlər görürdülər, kişi qədər. Kişilərdən də artıq işlər görürdülər. Çünki kişilər ön cəbhədə işləyirdilərsə, onlar həm ön cəbhədə işləyirdilər, həm də kənd təsərrüfatı işləri ilə, əkin-biçin işləri ilə, öküzlə, nə bilim, bu şum işləri ilə, bu işlərlə də məşğul olurdular. Məişət işləri ilə də məşğul olurdular. Deməli, Türkiyənin müxtəlif vilayətlərində yaşayırdılar. İgidlikdə ad-sad çıxaran qadınlar idilər Zeybəklər və milli azadlıq uğrunda gedən döyüşlərdə fəal iştirak eləyirdilər. Və bu əsərin baş qəhrəmanı deyək ki, Midhət Əfəndidir və Zeybək qızıdır. Hər ikisidir. Onların hər ikisi əsərin baş qəhrəmanı sayılır. Çünki Midhət Əfəndi Zeybək qızını xəyalən görür, Zeybək qızı da Midhət Əfəndini xəyalən görür və bunların hər ikisinin deməli bir araya gəlməsi və milli birlikdən xəbər verir. Bu milli birlik nəticəsində də nə edirlər? Ölkələrinə, İstanbula, Anadoluya hücum eləyən deməli Darülfünunə əl qoyan, Darülfünun nə idi? Universitet deməkdir. Universitetə, təhsilə əl qoyan fransızlar, İtalyanlar, Yunanları deməli milli birlik nəticəsində uzaqlaşdırırlar ölkədən və ölkə qalib olur. Sonda da görürük ki, Mustafa Kemal Atatürk'ün başçılığı ilə bir parad keçirilir. Yəni başda o da iştirak eləyir. Bir parad keçirilir və ölkə bu deməli qalibiyyəti qeyd eləyir. Əsərimiz bu şəkildədir. Qısa məzmununu sizə xatırlatmağa çalışdım. Yəni tarixi bir əsər saymaq olar bunu. Gəlin indi əsərin ilk 3 parçasından bizə deyir ki, birinci dərsə baxırıq burada. Birinci dərsdə bizdən hansı sual istəyir? Birinci sualımız nədir? Deyir ki, əsərin ilk 3 parçasının oxusundan bunun fərqli şəkildə həyata keçirə bilərsiniz. Sonra parta yoldaşlarınızla birlikdə mətnin kənarındakı suallara cavab hazırlayın. Deyək ki, bu suallara cavab biz hazırlamışıq. Hər xırdalığına, incəliyinə qədər bundan öncəki ədəbiyyat videosunda mən bunu yerləşdirmişəm. Zeybək qızı əsərinin təhlilində vermişəm. Bütün suallara cavablandırmışam. Odur ki, oradan baxa bilməyənlər oradan baxsınlar. Həmən yerdən bütün sualların cavablarının izahı var. Ətraf sualların cavablarının izahı var. Onlara baxa bilərsiniz və müzakirələri necə aparmaq lazımdır. Təbii ki, orada izah etmişəm sizə. Mətnin 3-cü parçasına, ümumiyyətlə o videoya baxmamış, bu videoya baxmayın. Çünki orada əsəri çox gözəl bir şəkildə izahını vermişəm. Əsərə baxın, orada dinləyin, ondan sonra qayıdın. Deməli, mövzumuza qayıdın, bu suallar üzərində işlədiyimiz mövzuya. Deməli, ikinci suala baxırıq. İkinci sualda bizdən nə istəyir? Mətnin 3-cü parçasına aid suallar. 2 dənə istəyir bizdən. Mətnin 3-cü parçasına aid suallar tərtib eləyin. Kiçik qruplarda birləşib tərtib etdiklərinizdə daxil olmaqla bütün sualların cavabını müzakirə edin. 3-cü hissə 4. 3-cü hissə bu hissədir.
Baxırıq ki, üçüncü hissədə nə edəcəyik? Bu hissəyə aid suallar tərtib etməliyik. Bilirik ki, burada anası ilə olan diyaloqudur, atası ilə olan diyaloqudur. Yenidən bayılır burada, özündən gedir. Yenə burada da neyniyir? Zeybək qızını xəyalən görür və qəti qərar verir ki, ana mən səhər çıxıb gedəcəm, əşyalarımı hazırla. Bu hissəyə aid suallar tərtib edək. Mütəd Əfəndi deyə bilərik ki, birinci sual. Mütəd Əfəndi evə dönəndə hansı qərarla gəlmişdi? Evə dönəndə hansı qərarla evə qayıtmışdı? Qərarı nə idi? Belə bir sual verə bilərik. Sonra deyə bilərik ki, pancuru nədir? Baxın, pancuru nədir? Pancuru bilirik ki, pəncərədir. Sonra deyə bilərik ki, Mütəd Əfəndinin bayılmasına səbəb nə idi? Deyək, o yenidən bayıldı, düzdür? Pəncərəni açdı və gözəllik ruhunu oxşadı. Bir neçə dəqiqə keçmədi və o yenidən bayılır. Nə deməkdir bu? Bihuş olaraq kanapenin üzərinə sərildi. Kanapenin demişəm ki, yataq deməkdir də, yatağın üzərinə sərildi. Nə deməkdir bu? Bunun izahı niyə yenidən o bayılır? Çünki pəncərəni açır və o Zeybək qızını yenidən xəyalən görür. Sonra sual çıxarda bilərik buradan ki, nədən Minur bəylə Mütəd Əfəndinin fikirləri düz gəlmirdi? Minur bəy bilirik ki, onun atasıdır. Nədən Minur bəylə deməli, onun fikirləri düz gəlmirdi? Və yaxud bundan əvvəl belə bir sual verərik ki, Minur bəy ümumiyyətlə kim idi? Minur bəy kim idi? Çünki burada Minur bəy haqqında məlumat var, deyir, əski Osmanlı idi. Əski bilirik ki, yəni köhnə Osmanlılardan deyir də. Minur bəy kim idi? Sonra deyə bilərik ki, nədən Minur bəylə Mütəd Əfəndinin fikirləri düz gəlmirdi? Fikir ayrılığı yaranırdı. Sonra əsarəti tərk edəcəyəm deyir. Baxın, burada deyir ki, əsarəti tərk edəcəyəm deməklə edəcəyəm ifadəsi nəyi ifadə edir? Yəni, əsarətdə olan şəhəri səhər tərk eləyəcəm də o mənasındadır. Siz də bunu bu şəkildə sual verə bilərsiniz ki, əsarəti tərk edəcəyəm ifadəsi nəyi ifadə edir? Bu bizim suallar. Daha sonra keçirik 3. Çıxardığınız nəticələr barədə təqdimat əsasında bir fikir mübadiləsi və müzakirə aparın. Çıxardığınız nəticələr barədə təqdimatlar əsasında bir fikir mübadiləsi və müzakirə aparın. Deməli, təqdimat deyəndə ki, deyə bilərik ki, təqdimat təbii ki, özümüzün qənaətə gəldiyimiz, buradan çıxardığımız fikirlərdir. Əsərdə 1-ci Dünya müharibəsindən sonraki dövr əks olunubdur. Mütəd Əfəndinin vətənin müdafiəsinə qalxmasından danışılır. Darülfünunə qədər deməli ölkəyə hücum eləyənlər, Darülfünunə qədər deməli əl uzadırlar. Ölkəyə ziyan vuran insanlar kimlər idi? İngilislər idi, fransızlar idi, yunanlılar idi, italyanlar idi. İstanbulda onlar hökmranlıq eləyirdilər. Onların hökmranlığından danışılır ki, artıq onlar İstanbuldakı deməli ölkəyə aid olan bayraqları və digər memarlıq abidələrini, şəhəri dağıdırdılar, camiləri, hər şeyi dağıdırdılar və özlərinə aid olan bayraqları asırdılar, özlərinə aid olan deməli öz dövlətlərini sübut eləyən deməli simvolları asırdılar, onları göstərirdilər və onların hökmranlığı gedirdi ölkədə. Belə bir zamanda da Mütəd Əfəndi İstanbulun Türkiyənin müdafiəsinə qalxmağı, İstanbulun Türkiyənin deməli Anadolunun müdafiəsinə qalxmağı qarşısına məqsəd qoyur və öz ruhunu yüksəltmək məqsədilə, sakitləşmək məqsədilə camiyə gedir və camidə təbii ki, o camiyə gedəndə çox belə ruh yüksəkliyi yox idi onda. O camiyə girəndə çox kədərli idi. Yəni, bu işlər necə olacaq deyə fikirləşirdi. Düzələrmi bu işlər? Bir də ölkə geri qayıdarmı? Bir də İstanbul əvvəlki İstanbul, Anadolu əvvəlki Anadolu olarmı deyə fikirləşirdi. Və bu fikirlərlə camiyə girir. Təbii ki, ibadət etmək məqsədi ilə girmir.
o camiye girir ki sadece orada biraz sakitleşsin, her şeyden uzaklaşsın ve eyni zamanda Zeybək qızı deməli o orada Zeybək qızının ruhunu görür. Ruhunu deyəndə ki, onu xəyalən Zeybək qızını görür, xəyalən görür Zeybək qızını və eyni zamanda Zeybək qızı da Mithət Əfəndini deməli xəyalən harda yaşayırsa Anadoluda da Zeybək qızı o da orada xəyalən Mithət Əfəndini görür. Təbii ki, onların birliyi nəticəsində onlar bu camidən çıxanda artıq bilirik ki, Mithət Əfəndi böyük ruh yüksəkliyi ilə çıxır və deyir ki, mən mütləq bu döyüşə qoşulacağam. Zeybək qızı məni döyüşə çağırır, ruhlanır və böyük ruh yüksəkliyi ilə çıxır və milli birlik qalib gəlir. Onların milli birliyi, insanların milli birliyi qalib gəlir burada. Kəmal Mustafa Atatürkün də burada iştirakı əsərin sonunda canlandırılır. Bu şəkildə bir təqdimat hazırlaya bilərsiniz. Bu şəkildə təqdimatı, yəni mən sizin üçün danışdım, onu öz cümlələrinizlə təbii ki, yığıb bir təqdimat verə bilərsiniz. Elə mən təqdimatın özünü danışdım demək olar sizə. Sadəcə çalışın bunu öz cümlələrinizlə yığasınız. Sonra mövzulardan birini seçib şifahi təqdimat hazırlayın deyir. Burada deyir ki, hekayədən oxuduğunuz hissə məndə hansı təəssürat yaratdı? Hekayədən demək olar ki, oxuduğum hissə bir olsun Mithət Əfəndinin, ümumiyyətlə o hissə xoşuma gəlir ki, Mithət Əfəndinin öz xəyallarına dalaraq ruhunu dincəltmək üçün özünü camiyə verdiyi bir hissə ki var. Orada o daha çox, o hissə mənə daha çox gözəl təsir edir. Bu hissədə Mithət Əfəndinin şeir sənət adamı olduğunu bilirik. Onun savadlı biri olduğunu bilirik. Darülfünuni, universitetini fikirləşdiyini bilirik və bunların bir çıxış yolu olacaqmı? Ölkə yenidən öz vəziyyətinə qayıdacaqmı sualı ilə özü öz daxilində bir müraciət eləyir özünə ki, necə olacaq görəsən? Öz-özünə bir sual verir. Mithət Əfəndiyə qarşı daha çox hörmətim bu hissədə yaranır. Təəssüratlarım bu şəkildədir ki, ən çox bu hissədə onu deməli, ruhuma yaxın bilirəm. Daha digər bir hissə götürə bilərik. Digər bir hissə var ki, o da Mithət Əfəndi ilə Münir bəyin dialoqu olan səhnə idi ki, bu da çox təsirli bir səhnədir. Çünki Mithət Əfəndi atasının deməli köhnə bir Osmanlı olmasına baxmayaraq ona qəti şəkildə biz torpaqlarımızı deməli alanları bir kurşuna düzəcəyik deyir. Yəni kurşun nədir? Gülləyə düzəcəyik, kurşuna düzəcəyik deyir və içindəki inam onu daha da irəliyə aparırdı və məqsədinə çatmaq üçün Anadoluya yollanır ki, məni Zeybək qızını xəyalən gördüyü üçün fikirləşir ki, yəni deyir Zeybək qızı ilə birgə qələbəyə daha yaxın olacaqlarını düşündüyü üçün o deməli qəti şəkildə qərar alır ki, mən getməliyəm deməli Anadoluda qoşulmalıyam Zeybək qızı olan dəstəyə və onlar bizi çağırış eləyir. Zeybək qızı məni döyüşə çağırır. Bu ruhla çıxır və ruh yüksəkliyi ilə atasına qəti şəkildə deyir ki, mən gedəcəm. Yəni o atasından nə icazə istəyir, nə də deməli atasına qorxduğunu, qorxmur da, yəni atasına qorxmadığını sübut eləməyə çalışır ki, biz o İtalyanlardan, biz o fransızlardan, Yunanlardan qorxmuruq. O qorxmadığını, İngilislərdən qorxmadığını təbii ki, atasına sübut etməyə sübut edir demək olar öz sözlərinə. Biz onları kurşuna düzəcəyik deyir. Daha sonra Mithət Əfəndinin sonraki taleyini necə təsəvvür edirsiniz? Bu çox maraqlıdır. Mən ümumiyyətlə bu sualı verməmişdə həmişə əsərin sonunu təsvir edirəm özümdəki. Mithət Əfəndi ilə fikirləşirəm ki, düşünürəm ki, Zeybək qızı ailə quracaqlar. Niyə belə fikirləşirəm? Çünki əsərdə onların hər ikisinin eyni zamanda xəyalən bir-birlərini görməsi bir təsadüf ola bilməz. Təbii ki, onların bir-birlərini görməsi taleyin bir qisməti kimi götürülür burada, dərinə dalanda. Əsərdə bir məntiqlə götürüləndə ki, bir taleyin qisməti kimidir və onlar hər ikisi o bulaqda at suvarmağa gələndə
bulağın başına Zeybək qızı gələndə at suvarmağa, təbii ki, onun baxışları, onun gülüşləri, oradakı təbəssümü, deməli, dodağındakı təbəssüm, bunlar hamısı və Mithət Əfəndinin ona səni xəyalən görmüşəm, səni öncədən tanımışam və Zeybək qızının da mən də səni görüb öncədən tanıdığını bildirməsi, təbii ki, bunlar hamısı deməli, onların bir qismət şəklində, qismətin olduğundan xəbər verir ki, bir qismət idi, bir taley idi ki, onları xəyalən bir-birinə göstərir və onlar deməli ölkənin azadlığı uğrunda bir araya gəlirlər və ölkənin azadlığı uğrunda mübarizədə bir araya gəlirlər və bu şəkildə də təbii ki, daha sonra müharibədən sonra da görürüz ki, onlar paradda Mustafa Atatürk olur və hamı Zeybək qızı deyir, Mithət Əfəndi və onlar bir arada, ikisi yan-yana çıxırlar. Təbii ki, bu da onların ailə quracağını, mən yəni onların ailə quracağını və çox gözəl də deməli ailə olacaqlarını düşünürəm. Hekayənin deyir, ardını oxuyun, evdə iş verib bizə burada, evdə iş. Hekayənin ardını oxuyun, tanış olmayan sözlərin mənasını aydınlaşdırın. Hekayəmizdə bir neçə söz var. Məsələn, deməli, hansı sözlərə baxaq? Burada, məsəl üçün, görəyim nə var? Baxın, fövran qalib oldu, deyir. Nə deməkdir? Fövran qalib oldu. Deyir, qızın dodaqlarında qeyri-adi bir təbəssüm oyandı və fövran qalib oldu. Fövran, yəni dərhal da, həmən saatda qalib yox, qayib oldu, bağışlayın. Dərhal da, həmən zamanda da, tez də deyir, yoxa çıxdı. Yəni fövran, tez, ani dəqiqədə də yoxa çıxdı. Qızın dodaqlarında qeyri-şuuri şəkildə, özündən qeyri-şuuri nədir? Özündən asılı olmadan bir təbəssüm yarandı dodaqlarında və fövran qayib oldu. Və tez də deyir, yoxa çıxdı. Bunu demək istəyir. Daha sonra burada digər nə söz var, nə söz var burada? Baxın, burada caddə sözü var. Caddənin iki tərəfini işçilər zənciri tutmuşdu. İşçilər. Yəni caddə nə deməkdir? Caddə böyük yol, mərkəzi küçə deməkdir. Mərkəzi küçənin hər iki tərəfini işçilər, yəni Zeybək qızını, Mithət Əfəndini, Mustafa Kemal Atatürk gedir qarşıda. Onları izləyən insanlar, yəni ətrafında onları müdafiə eləyən işçilər tutmuşdu. Onu çatdırır bizə. Daha sonra hansı söz var? Təzim etmək, ümumiyyətlə bilirsiniz ki, baş əymək deməkdir, təzim etmək deməkdir. Daha sonra yüyürürdülər, yəni ağır-ağır yüyürürdülər, yəni yavaş-yavaş yeriyirdilər mənasında. Ağır-ağır yüyürürdülər, yəni yavaş-yavaş yeriyirdilər. Daha sonra müməssilli sözü var burada. Qadınlığın müməssilli, qadınlığı təmsil eləyən deməkdir, qadınlığın nümayəndəsi deməkdir. Yəni o Türkiyəni xilas edən qadınlığın müməssili, Türkiyəni xilas edən qadınlığın nümayəndəsi, qadınlığı təmsil eləyən Zeybək qızından söhbət gedir. Bu deməkdir, təmsil etmək. Daha sonra keçirik növbəti ikinci dərsə. Amma bu arada sizdən xahiş eləyirəm ki, dərslərimiz xoşunuza gəlirsə, izahları bəyənirsinizsə, təbii ki, bəyənməyi, paylaşmağı və kanalımıza abunə olmadan baxanlar kanalımıza abunə olmağı sizdən xahiş eləyirəm. İkinci dərsə keçirik. İkinci dərsin birinci sualı nədir? Müstəqil oxuduğunuz 4-cü və 5-ci parçaları bir daha nəzərdən keçirin. Mətnlə bağlı suallara parta yoldaşlarınızla birlikdə cavab hazırlayın. Yuxarıda da dediyim kimi bunu öncəki videoda keçmişəm. Yazırsınız dərsin adını, səhifəsini və həmən dərs çıxır və orada izaha mükəmməl şəkildə baxırsınız və ətrafındakı sualları dənə-dənə sizə izahını vermişəm. Oradan götürüb müzakirələrə qoşulursunuz. Kiçik qruplarla birləşib fikir mübadiləsi aparın, sonra cavabları təqdimatlar əsasında müzakirə edin. Kiçik qruplarla birləşirik və müzakirə aparırıq. Belə bir fikir irəli sürə bilərik ki, bu fikir mübadiləsinə nə edirik? Bir fikir irəli sürməliyik biz. Deyə bilərik ki, məsələn, müəllim əlini qaldırıb deyə bilərsən ki, müəllim, mən belə bir fikir yürütmək istəyirəm, belə bir fikir irəli sürmək istəyirəm ki, görüm sinifdə kimlər mənim kimi düşünür, kimlər mənim kimi düşünmür və niyə? Mithət Əfəndinin atası Minur bəy öz sözlərində haqlı idimi? Belə bir fikir yürütmək istəyirəm. Əgər haqlı idisə, nə dərəcədə haqlı idi?
haqlı idisə, nə dərəcədə o haqlı idi, doğru idi. Belə bir fikir yürütmək istəyərəm. Daha sonra ikinci bir fikir, bir deyəcək haqlı idi, biri deyəcək haqsız idi, biri deyəcək düz deyir. Onların əli silahlıdır, onun qarşısında durmaq olmaz. Biri deyəcək insanın gücü, birliyi silahdan da güclüdür. Yəni bu şəkildə fikir mübadilələri apara bilərsiniz. Daha sonra ikinci bir fikir yürütmək istərdim desəz, bu arada videoları bəyənməyi yaddan çıxartmayın. İkinci bir fikir yürütmək istərdim ki, deyə bilərsiniz ki, məsələn, Zeybək qızı ilə Mithət Əfəndinin bir-birlərini xəyalən görməsi, düşünürəm ki, taleyin onları bir araya gətirməsi üçün bir qismət idi. Bir qismət idi. Mən belə düşünürəm, mən belə bir fikir yürüdürəm. Bu fikirlə sinifdə razı olanlar varmı və yaxud kimsə belə düşünmürmü, düşünmürsünüzsə niyə görə, düşünürsünüzsə niyə görə? Fikir mübadiləsi bu şəkildə yaranır. Ona görə də bunları bu şəkildə də izah etməyə, fikirlərinizi yürütməyə çalışın. Daha sonra keçirik növbəti sualımıza. Növbəti sualda bizdən nə istəyir? Bilik və bacarıqlarınızı tətbiq edin. Bilik və bacarıqlarınızı tətbiq edirik. Deyir ki, əsərin hekayə janrında olduğunu təsdiq edən bir neçə cəhət yazın. Hekayə janrındadır əsər. Çünki hadisələr qısa zaman ərzində baş verir, geniş bir süjet xətti yoxdur. Bu bir. Əsər deməli hekayə janrındadır. Çünki hadisələr qısa zaman ərzində baş verir, geniş süjet xətti yoxdur. İkinci nə deyə bilərik? Zeybək qızı hekayə janrındadır. Çünki az sayda qəhrəman iştirak eləyir. Yəni əsas fikir iki obraza cəmlənibdir. Az sayda qəhrəman iştirak eləyir. Sonra hekayə janrındadır. Çünki düşünürəm ki, həyatdan götürülmüş bir epizodu əks etdirir. Hekayə insanların real həyatı ilə qarşılaşa biləcək vəziyyəti əks etdirə bilər. Bu qədər. Bu hekayə janrında olduğu. Daha sonra keçirik 4. Bilirik ki, hekayədə qısa olur, yığcam olur, böyük danışılmır. Məsəl üçün, romanda necə danışılır? Romanda danışılır ki, sual verə bilərsiniz. Məsələn, romanla hekayənin fərqi nədir? Hekayə qısa olur, obrazlar az olur, yığcam olur, həyatla əlaqəsi ola bilər. Romanın da həyatla əlaqəsi ola bilər, amma roman böyük olur. İnsanın doğulduğu gündən ölən gününə qədər orada onun obrazın deməli həyatı verilir, ətraf haşiyələrə çıxılır, yəni ətraf fikirlər olur, digər mövzular olur, bir neçə süjet xətti olur romanda. Yəni bunları deyə bilərsiniz. Amma hekayə təbii ki, qısa olur, geniş süjet xətti yoxdur, qəhrəmanı az olur, həyatla əlaqələnə bilər. Hekayədə süjet xəttinin mərhələlərini müəyyənləşdirib cədvəldə qeyd edin. Verib bədii müqəddimə. Bədii müqəddimə nədir? Ekspozisiya. Ekspozisiya nədir? Təbii ki, əsərin giriş hissəsi yazacaq ki, ekspozisiyadır. Əsərin giriş hissəsindən deməli başlayıb oxuya bilərik, yaza bilərik istəsəniz bu hissəni ki, Mithət Əfəndi sabah erkən Darülfünunə gəldikdə oranın ingilislərin Hind əskərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. Deməli Darülfünunumuzə də əl uzatdılar deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğaldan təhqir olunmuş şərəfi bir daha əzildi. Bu hissəni qoya bilərik əsərin müqəddiməsi. Müqəddimə nədir? Yəni əsərin girişi. Düyünü harda qoya bilərik? Düyünü qoya bilərik ki, gəlir, deməli, camiyə artıq düyünə düşür də, gəlir o camiyə girən hissiyə qədər ki, camiyə keçir, rahatlaşmaq istəyir və öz-özünə orada bir sual verir ki, bu işlər düzələrmi? Artıq burada bir düyün düşür. Bu işlər düzələrmi deyəndə bir düyün düşür. Artıq o bilmir neynəsin. Sonra zirvə nədir? Kulminasiya, deməli, bu düyün hissədə, yəni onu xəyalən, Zeybək qızını xəyalən görmələrini qeyd eləyə bilirik. Bu işlər düzələrmi? Zeybək qızını xəyalən camidə görməsidir. Sonra evdə gəlib Zeybək qızını pəncərəni açanda xəyalən görməsidir. Bu hissələri düyün hissəyə əlavə eləyirik. Zirvədə nə görürük? Zirvədə artıq bir deməli zirvə hissədə isə onun bir qərarı var və o zirvədə artıq
Anadoluya yollanması və əsir olan bu şəhərdən çıxıb getməsi bunun zirvə hissəsidir ki, əsarəti tərk edəcəyəm deməsi onun bir zirvə hissəsidir. Sonra düyünün açılması, yəni bu kulminasiya, düyünün düşdüyü hissiyə biz Mithət Əfəndinin Minur bəylə olan söhbətini də əlavə eləyə bilərik ki, o hissələrdə də düyün düşür harda? Deməli, düyün düşür ki, Zeybək qızını görür, sonra bu işlər düzələrmi? Bu fikirlərə gəlir. Mithət Əfəndinin Minur bəylə olan söhbəti olan dialoq hissələr düyün hissələr adlanır. Zirvə artıq qərar verir, əsarəti tərk eləyəcəyəm deyir. Düyünün açılması Zeybək qızı ilə onun görüşməsidir. Ocaq ətrafında Zeybək qızının üzünü görür və tanıyır. Bu düyünün açılmasıdır. Sondakı bilirik ki, qalibiyyət olur və Mustafa Kemal Atatürkün də paradda başda getməklə deməli Zeybək qızı, hamı Zeybək qızı deyə çığırışır və deməli birliyi, qalibiyyəti şənlik eləyirlər. Bu hissədə olur final. Daha sonra əsərdən seçdiyiniz hissənin məzmununu hazırladığınız plan əsasında yaradıcı nağıl edin. Əsərdən seçdiyimiz hər hansı bir hissəni götürə bilərik. Gəlin biz 5-ci hissəni götürək. 5-ci hissədə plan əsasında deyir, onu nağıl eləyin. Plan əsasında 5-ci hissəni buranı necə qura bilərik? Deməli, düşmən cəbhəsində nə baş verirdi? Plan əsasında bunu qururuq. Düşmən cəbhəsində nə baş verirdi? Artıq düşmən cəbhəsi bilirik ki, yarılmışdı. Belə bir plan qoyarıq. Plan yazırsınız ortadan. Plan, 2 nöqtə qoyursunuz. Yazırsınız ki, düşmən cəbhəsi deməli, yazırsınız ki, buradan birinciyə düşmən cəbhəsi deməli, düşmən cəbhəsində nələr baş verirdi? Daha sonra sual verirsiniz ki, Böyük Millət Məclisi nəyi bəyan etdi? Böyük Millət Məclisi nəyi bəyan etdi? Bu haqda danışacaqsınız. Sonra qoyursunuz ki, deməli, beraber Şərq Məhəlləli klubuna nümayişçiləri şəhərə dolmağa başladılar. Yaşasın Zeybək qızı, yaşasın Zeybək qızı deyə alqışlar. Belə bir plan qoyursunuz. Və vəssalam, qutardı. Yaşasın Zeybək qızı deyə insanların deməli, yaşasın Zeybək qızı deyə insanlar tərəfindən deyilən şüarlar. İnsanlar tərəfindən deyilən şüarlar. Bir də ki, Zeybək qızının qalibiyyəti. Zeybək qızının qalibiyyəti. Bu şəkildə 4 dənə bu 5-ci hissəyə aid olan plan qoyub bu şəkildə həmən şeyi qısa şəkildə danışacaqsınız. Nə danışacaqsınız? Qalib oldular. Deməli, İngilislər çıxdılar. Qırmızı Türk bayrağı təkrarən təzədən İzmir təpələrində dalğalanmağa başladı. Parad keçirdilər. Millət Məclisi bəyan etdi ki, dəbləbəli bir Türk qiyafəsinə girdi və yenidən küçələr bəzədildi. Yüzlərlə insan küçələrə tökülüşdü. Sirkəçiyə tökülüşdü insanlar, Görsara tökülür, Sirkəçi meydanına tökülürlər və yenidən deməli nümayiş parad keçirilir, qalibiyyətimiz qeyd olunur və Ankara müməssili paşa gəlir. Müməssil dedik nə deməkdir? Təmsil eləyən, Ankaranı təmsil eləyən paşa gəlir. Bu kim idi? Təbii ki, Atatürk nəzərdə tutulur və bütün küçədə yaşasın Zeybək qızı deyən şüarlar səslənilir və Zeybək qızı da öz deməli qalibiyyətini, öz deməli Türkiyəni xilas edən qadınlığının müməssilliyini demək olar ki, Zeybək qızı sübut eləyir və Zeybək qızını hər kəs alqışlayır və onu əllərdə gəzdirirdilər. Əllərdə gəzdirirlər, yəni Zeybək qızını hər kəs ona yaxınlaşmağa, hər kəs ona yaxın olmağa, onu görməyə çalışırdı. Bu şəkildə. Daha sonra 5-ci sualı baxırıq.
Hiç bunu dedik. Evde iş verib de bize kitabxanadan, internetten, mənbələrdən istifadə etməklə Çanaqqala döyüşü, tarixi zəfər mövzusunda bir təqdimat hazırlayın deyir. Mən bunu sizin üçün internetdən əldə etmişəm. Baxın, bunu sizə canlı-canlı göstərmək istədim. Çanaqqala döyüşü. Budur Çanaqqala döyüşündə görürsünüz burada da Mustafa Kemal Atatürk'ün Mustafa Kemal Atatürk de var burada görürsünüz. Deməli Mustafa Kemal Atatürk'ü də burada veribdim. Yəni burada Çanaqqala döyüşü haqqında məlumatlar var. O məlumatları yaza bilərsiniz. Çanaqqala döyüşünün tarixi Suda 19 fevral 18 mart 1915-ci ildə baş veribdi. Azad edilmə nəticəsi Celilbolu yarımadası ərazisində olubdu. Azad etmə əməliyyatlarıdır. Onları göstərə bilərsiniz. Və burada Çanaqqala döyüşü haqqında da məlumat var. Amma bu döyüşü siz təbii ki bu hissədən daha yaxşı verilibdir. Bu hissəyə baxırsınız, saxlayıb skrin eləyə bilərsiniz. Çanaqqala 1-ci Dünya müharibəsi zamanı. Bu şəkildə bunları yazıb məlumatları əldə eləyə bilərsiniz. Videonu saxladıb baxarsınız və yaxud internet vasitəsilə özünüz girirsiniz. Gördünüz harda necə girirəm. Baxırsınız, yazırsınız bu şəkildə. Görürsünüz Fransada Anadolu yaxtasında Qumbala və Orhaniyə qalaları topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-sində Boğaza girdi. Bu şəkildə görürsünüz var. Təbii ki bu uzunluğunda bunu yazmağa ehtiyac yoxdur. Bunu oxuyursunuz qısa şəkildə bəzi faktlar bilirsiniz ki, tarixlə olunan yerlərdə fakt sayılır, dəqiq şəkildə faktlardır. Bunları qeyd edirsiniz. Burada Çanaqqala haqqında sizə məlumatlar verilib uzun-uzadı. Yəni siz buradan bir 10-15 cümləli məlumat götürürsünüz. Nə vaxt baş veribdi, harda baş veribdi, bunları qeyd edirsiniz və yaxud da burada Wikipedia hissəsində gördünüz ki, daha qısadır və bu hissədə əsas məlumatlardır. Elə bu hissədən də götürüb yazarsınız. Bu şəkildə, yəni Çanaqqala haqqında daha çox məlumat əldə etmək istəyənlər növbəti videoda, yəni bundan sonra girdiyim hissəyə girib ora baxa bilərsiniz. Bu qədər. Videonu bəyəndinizsə bəyənməyi yaddan çıxartmayın. Növbəti videoda görüşərik. Sağ olun.